Və sonda, Tovuzda 17-ci əsrə aid olan su quyusu öz fərqliliyi ilə seçilir. Rayonun yanıqlı kənd sakinləri mənbəyi məlum olmayan sudan rahatlıqla istifadə edirlər. Onlar deyir ki, quyunun suyu laborator müayinələrdən keçib və keyfiyyətli olduğu təsdiqlənib. 4 əsr əvvəl inşa olunduğu güman edilən quyu sirlərlə doludur. Burada ilin 8 ayı, martdan oktyabra qədər su olur. Payız mövsümü başlayanda su çəkilir. Şah Abbas məscidinin yanında yerləşən quyunu sakinlər Şah Abbas quyusu adlandırır. Onlar quyunu bir neçə dəfə təmir də ediblər. Bu quyu əvvəlcə başqa formadaydı. Yerin səviyyəsi formasında idi. Quyunun demək, hardasa da bir 6 metr aşağıdan aşağıdan sonra quyu içərisindən kərpiçlə örülmüşdür ki, uçmasın içərisinə. Suyun mənbəyi dəqiq məlum deyil. Suyun hardan süzülüb gəlməsi ilə bağlı müxtəlif fikirlər var. Sakinlər deyir ki, suyun tərkibi yoxlanılıb və təmizdir. Bu sudan kənd sakinləri ilə yanaşı qonaqlar da istifadə edir. Kənd cəmaatının hamısı bu sudan istifadə edir. Yolla keçən qonaqlar hətta dönür bu suyu. Bilirlər ki, burada Şah Abbasın meçidinin yanında onun quyusu da var. Yolla keçənlər o qədər yad qonaqlar gəlib bu sudan içiblər və evlərinə də hələ içməyə aparıblar. Quyunun suyu Bakıdakı laboratoriyalara göndərilib və tərkibi ilə bağlı müsbət rəy verilib. Beləliklə, yanıqlı kənd sakinləri hər ilin 8 ayı mənbəyi məlum olmayan bu quyudan rahatlıqla istifadə edirlər. İndiyə qədər suyun bir zərərli fəsadına rast gəlinməyib. Aybir İsmail qızı, Hicran Nəsibova, Eldəniz Qəzənfəroğlu, Tovuz.